Amerika Birleşik Devletleri'nde çocuk istismarı ve fuhuş ağı kurmakla suçlanan Jeffrey Epstein, elektronik postalar artık ona ait elektronik postalar yayınlandı. Belgelerde Amerika Birleşik Devletleri Başkanı Donald Trump'ın mağdurlardan biriyle saatler geçirdiği iddia ediliyor. Epstein şəbəkəsinin qurbanları nəhayət Epstein faylının dərc olunması üçün Konqresə çağırış edən video yayımlayıblar. Qadınlar yetkinlik yaşına çatmamış olduqları dövrdə yaşadıkları travmanı təsvir edir və zorakılıq baş verəndə onların necə göründüyünü göstərirlər. Onlar bildirirlər ki, başına gələn faciələri hələ də eşidilməmiş minlərlə qurban var. Trump və Ağalarımın dostluğu Donald Trump'ın təşkilatçılığı ilə keçirilən kainat gözəl yarışmasından başlayıb. Qeyd edək ki, bir sıra məşhur şəxslər milyonçu Epsteinin şəxsi mülkü hesab olunan bir adada dünyanın hər yerindən oğurlanmış, yaxud aldadılıb bura gətirilmiş uşaqlara, köməksiz qadınlara təcavüz edib işgəncə veriblər. Məlum olub ki, bu iş İsrail kəşfiyyatının dünya liderlərini tələyə salmaq üçün qurduğu çirkin oyun olub. Amma hələ də dünya mətbuatı bu haqda açıq danışmağa icazəli deyil. Emin Ağalarovu Donald Trump işdən qovur. İclasda gözəllik yarışması iştirakçıları ilə bağlı xəyal qurduğuna görə. Epstein faylının adı çəkilən məşhurlardan biri hazırki ABŞ prezidenti Donald Trump'dır. Bundan əlavə Azərbaycanlı Cuhud, yəni Yahudi milyonçu Emin Ağalarovun da bu adaya qızları aldadıb gətirməsi haqqında məlumat var. Onun Donald Trump'la dostluğu da o dövrdən başlayıb. Trump və Ağalarımın dostluğu Donald Trump'ın təşkilatçılığı ilə keçirilən kainat gözəl yarışmasından başlayıb.